Axşamınız xeyir olsun Zöhrə müəllimə. İnşallah ki, yaxşı olarsınız. Baxaq sual 1-ə. Burada biz görürük ki, 2 dənə 3 bucaq var. Böyük 3 bucağın 3-cü bucağı verilmədiyinə görə bir dənə beta deyil. İlk növbədə böyük 3 bucağın 3-cü bucağını tapaq. Biz bilirik ki, 3 bucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Yazarıq 80 dərəcə üstə gələk 40 dərəcə üstə gələk beta bərabər 180 dərəcə. Betamızın buradan 60 dərəcə olduğunu taparıq. İndi yenə daxili bucaqların cəmi 180 dərəcə olan qaydasına əsaslanaraq 20 dərəcə üstə gələk 60 dərəcə üstə gələk alfa bərabər 180 dərəcə. Buradan alfamızın 100 dərəcə olduğunu taparıq. Keçək növbəti suala. Üçbucağın xarici bucaqlarının cəmi 360 dərəcəyə bərabərdir. Bu qaydaya əsasən yazarıq. X üstə gələk 5 dərəcə üstə gələk 3x çıxaq 20 dərəcə bərabərdir 360 dərəcəyə. 5x bərabərdir 375 dərəcə. X də bərabərdir 75 dərəcə. Keçək növbəti suala. Üçbucağın xarici bucağı ona qonşu olmayan 2 dənə daxili bucağın cəminə bərabərdir. X üstə gələk 45 dərəcə bərabərdir x üstə gələk 20 dərəcə üstə gələk 2x çıxaq 15 dərəcə. Buradan x-larımız gedər. 2x bərabərdir 40 dərəcəyə, x-imiz də bərabərdir 20 dərəcə. Keçək növbəti suala. Üçbucağın xarici bucağı daxili bucaqlarının cəminə bərabərdir. Alfa bərabərdir 70 dərəcə üstə gələk 30 dərəcə üstə gələk 40 dərəcə. Alfamız da bərabər olar 140 dərəcəyə. Yenə xarici bucaq bərabərdir daxili bucaqlarının cəminə. Alfamız da bərabər olar 45 dərəcəyə. Sual altına 2 üsulundan yazmaq olar. Birinci üsul. Bura bir dənə beta bucağı deyək. Beta üstə gələk 30 dərəcə üstə gələk 40 dərəcə bərabərdir 180 dərəcə. Betamız da bərabər olar 110 dərəcə. Burada beta 110 dərəcədirsə, ona qonşu olan bucaq cəmi 180 dərəcə olmalıdır. 180 dərəcə çıxaq 110 dərəcə bərabərdir 70 dərəcə. Ona qonşu olan bucağın 70 dərəcə olduğunu tapdıq. Yenə üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olan qaydasına əsaslanaraq alfa üstə gələk 70 dərəcə üstə gələk 60 dərəcə bərabər 180 dərəcəyə, alfamız da bərabər olar 50 dərəcə. İndi ikinci üsul, yenə betanı taparıq. 30 dərəcə üstə gələk 40 dərəcə üstə gələk beta bərabər 180 dərəcə, betamız bərabər olar 110 dərəcə. Biz demişdik ki, üçbucağın xarici bucağı ona qonşu olmayan 2 dənə daxili bucağın cəminə bərabərdir. 110 dərəcə bərabərdir 60 dərəcə üstə gələk alfa, alfamız da bərabər olar 50 dərəcəyə. Keçək növbəti suala. Buradakı bucaqlar bir-birinə bərabərdir və alfa daxildə olduğu üçün düstur əsasən yazarıq. Alfa bərabər 90 dərəcə üstə gələk 60 dərəcə bölü 2, alfamız da 120 dərəcə olar. Keçək növbəti suala. Alfa xaricdə olduğu üçün alfa bərabər 90 dərəcə çıxaq 80 dərəcə bölü 2, alfamız da 50 dərəcə olduğunu taparıq. 2 təpədən tən bölən çıxıbdır və qaydamıza əsasən demişdik ki, buradakı bucağın yarısına bərabərdir. Yəni alfa bərabərdir 60 dərəcə bölü 2, o da bərabər olar 30 dərəcəyə. Biz bilirik ki, kiçik bucaq qarşısında kiçik tərəf, böyük bucaq qarşısında isə böyük tərəf olur. İlk növbədə 3-cü bucağı tapaq, yəni alfa bucağı deyək. Daxili bucaqların cəmi 180 dərəcə olan qaydaya əsaslanaraq alfanı 70 dərəcə taparıq. Olduğu 70 dərəcə. İndi baxaraq, ən kiçik bucaq 42 dərəcədir. Qarşısındakı tərəf A-dır. Sonra 68 dərəcədir. Qarşısındakı duran B-dir. Sonra isə C. Yəni 70 dərəcə olan qarşısındakı C-dir. İxtiyari 3 bucaq verilibdir. 2 tərəfini verib, 3-cü tərəfini deyir tap. X kiçikdir 2 tərəfin cəmindən. Böyükdür tərəflərin fərqinin modulunu. 6 kiçikdir X, o da kiçikdir 14-dən. Yenə eyni qayda ilə 2x çıxaq 4 kiçikdir 2 tərəfin cəmindən, böyükdür 2 tərəfin fərqinin modulunun. 2 kiçikdir 2x çıxaq 4 kiçikdir 12-dən, hər tərəfin üzərinə 4 əlavə edərik. 6 kiçikdir 2x, o da kiçikdir 16-dan. Hər tərəfi 2-yə bölə bilərik. 3 kiçikdir x kiçikdir 8-dən. Keçək növbəti suala. Biz demişdik ki, alfa 90-dan kiçik olarsa, yəni iti bucaq olarsa, o zaman x kiçikdir kök altda 2 tərəfin kvadratları cəmi böyükdür fərqinin modulunu. 4 kiçikdir x, o da kiçikdir 20-dən. 20 də hardan alırıq? 144-ün üstə 256 gələndə 400, kök altda 400-dən də çıxır 20. Keçək növbəti suala. Düz bucaqlı 3 bucaqda hipotenuz və katetlər verilib. Qaydamıza əsasən hipotenuzun kvadratı katetlərin kvadratlı cəminə bərabərdir. X kvadrat bərabərdir 4 üstə gələk 9, x-in kvadratı bərabərdir 13-ə, x-imiz bərabərdir kök altda 13-ə. Növbəti.
Bu sualda görürük ki katetimizin biri verilməyib. Buna bir y deyək. Hipotenuzumuz 10'dur. Katetin biri 6'dır. Biri də y'dir. Yazarıq. Hipotenuzun kvadratı bərabərdir katetlər kvadratları cəmi. Y kvadrat bərabərdir 100 çıxaq 36. Y kvadrat bərabərdir 64. Y-imiz də bərabərdir 8. Yəni burada y-in 8 olduğunu tapdım. Bu hissədə 8'dir. Katetimizin biri 8, digəri 8. Qaldı hipotenuzu tapmaq. Yenə hipotenuzun kvadratı bərabərdir katetlər kvadratları cəmi. X-in kvadratı bərabərdir 64 üstə gələk 64. X kvadrat bərabərdir 128. X də bərabər kök altda 128. O da bərabərdir 8 kök altda 2-yə. Növbəti suala baxaq. Düz bucaq təpəsindən hündürlük endirilib. Düsturumuza əsasən hündürlüyün kvadratı bərabərdir 4 bölü 9-a. H-ın kvadratı bərabərdir 36-ya. H da bərabərdir 6-ya. Növbəti suala baxaq. Düz bucaqlı 3 bucaqda bucaqlardan biri 30 dərəcədirsə, digəri 60 dərəcədir. Qaydamıza əsasən bilirik ki, 30 dərəcəli bucaq qarşısındakı tərəf hipotenuzun yarısına bərabərdir. Yəni buradan y-imizin 12 olduğunu bilərik. 60 dərəcəli bucaq qarşısındakı tərəf isə katetin kökdə 3 misinə bərabərdir. Yəni x-imizin də kökdə 3 olduğunu taparıq. Növbəti suala baxaq. A təpəsinin hündürlüyü endirilib. Burada 90 dərəcə. 30 dərəcədirsə, burada olur 60 dərəcə. Biz demişdik ki, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Hipotenuzumuz 6-dırsa, deməli burada 3-dür. Bizdən də x istəyir. Yəni x-in kvadratı, yəni hipotenuzun kvadratı bərabərdir katetlər kvadratları cəminə. X kvadrat bərabərdir 9 üstə gələk 16. X-in kvadratı bərabərdir 25-ə. X-imiz də bərabər olar 5-ə. Növbəti suala baxaq. 45-45 qaydası. Biz demişdik ki, əgər 45-45 qaydasıdırsa, demək ki, hipotenuz katetin kökdə 2 misinə bərabərdir. Yəni katetimiz neçədir? 6. 6 kökdə 2. Növbəti suala baxaq. Yenə 45-45 qaydası. Biz demişdik ki, hipotenuz katetin kökdə 2 misinə bərabərdir. Yəni x bərabərdir 8 bölü kökdə 2. Hər tərəfi kökdə 2-yə vursaq, 8 kökdə 2 bölü 2. O da bərabər olar 4 kök altda 2. Yenə 45-45 qaydasına əsasən biz demişdik ki, hipotenuz katetin kökdə 2 misinə bərabərdir. Yəni katetimiz 8'dir. Burada 8'dir, burada 8'dir. Və artıq buradan rahatlıqla x-imizi tapa bilərik. Yəni hipotenuzumuzu tapa bilərik. X-in kvadratı, yəni hipotenuzun kvadratı bərabərdir katetlər kvadratları cəminə. X kvadratı bərabərdir 36 üstə gələk 64. X-in kvadratı bərabərdir 100. X-imiz də bərabərdir 10. Növbəti suala baxaq. Biz görürük ki, A təpəsi 90 dərəcədir. Bura 15 verilibsə, deməli bura avtomatik olur 75 dərəcə. 15-75 qaydasına əsasən düz bucaq təpəsindən çəkilmiş hündürlük hipotenuzun 4 misinə bərabərdir. Yəni x bərabərdir. Burada 8 vuraq 4, o da eləyər 32. Keçək növbəti suala. Biz burada görürük ki, bura avtomatik olaraq 30 dərəcə olur və bu bərabər yanlı 3 bucaqdır. Bura x-sa, burada bir x-dir. Və 30 dərəcə qarşısında olan bu bərabərdir x kökdə 3 misinə. 120 dərəcə qarşısındakı x kökdə 3 misinə və x-imiz də 6 imiş ki, burada olub 6 kökdə 3. Baxaq 24-cü suala. Biz burada baxanda görürük ki, ABD 3 bucağı bərabər yanlı 3 bucaqdır. Və buna görə də A təpəsindən bir dənə hündürlük çəkə bilərəm. Və bu hündürlüyü həm median, həm tənbələndə median olduqda 5-5 kimi bölə bilərik. Buradan da bu tərəfini tapmaq üçün 13, 5-dirsə, burada 12-dir. Yəni belə də tapa bilərik. Bura bir y desək, yazar. 13-ün kvadratı, yəni hipotenuzun kvadratı bərabərdir katetlər kvadratı cəminə. Y kvadratı bərabərdir 169 çıxaq 25. Y kvadratı bərabərdir 144. Y-imiz də 12 alarıq. 12-ni buradan aldıq. Buranın 12 olduğunu bildik. Bura eləyir 16. Artıq rahatlıqla hipotenuzumuzu, yəni x-imizi tapa bilərik. X-in kvadratı, yəni hipotenuzun kvadratı bərabərdir katetlər kvadratları cəminə. X-in kvadratı bərabərdir 144 üstə gəlir 256. X kvadratı bərabərdir 400. X-imizi də alarıq 20. Keçək növbəti suala. Düsturumuza əsasən demişdik ki, biz bu üç bucağa baxanda görürük ki, AB bərabərdir AC-dirsə, yəni bu bərabər yanlı üç bucaqdır. Bərabər yanlı üç bucağın bu iki bucağı da bir-birinə bərabərdir. Alfadırsa, burada alfadır. Biz də demişik ki, üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir.
30 dərəcə üstəgələ alfa üstəgələ alfa bərabərdir 180 dərəcə. 2 alfa bərabərdir 150 dərəcə. Alfamız da bərabərdir 75 dərəcə. Yəni 75, 75. İndi buradan bir dənə hündürlük çəksək, biz də düsturumuza əsasən demişdik ki, buradakı hündürlük bu ikisinin cəminə bərabərdir. Yəni h bərabərdir 4, üzərinə gəlsin 6, o da eləyər 10. Deməli buranın 10 olduğunu tapdıq. İndi bura baxaq, 30 dərəcəli bucaq qarşısındakı katet 10-a bərabərdirsə, deməli hipotenuzumuz 20-dir. Çünki biz demişdik ki, qaydamıza əsasən 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Ona görə də hipotenuzumuzu 20 tapdıq. Buradan da görürük ki, elə bizdən AC-ni istəyirdi. AB 20-yə bərabərdir və AB ilə AC də bərabər olduğu üçün elə AC də 20-yə bərabər olar. Keçək növbəti suala. 26-cı sualda bunun buna qaydasından gedək. Yəni 4-ün 3-ə nisbəti bərabərdir 8-in x-a nisbətinə. Buradan da 4 ilə 8 gedir, qalır 2. X-imiz də bərabər olur 6-ya. Davam edək. 27-ci sual. Yenə bunun buna qaydasından gedək. 3k-nın 15-ə nisbəti bərabərdir k-nın x-a nisbətinə. K-lar gedir, 3 ilə 15 gedir, x-imiz də bərabər olur 5-ə. Növbəti suala baxaq. Baxın, burada yenə bunun buna nisbəti qaydasından gedək. Sadəcə olaraq BD tərəfi vermədiyi üçün bura bir 22 çıxaq x yazsaq, ondan sonra 18 bölü 22 çıxaq x bərabərdir 15 bölü x. Buradan 18 ilə 15 x-lər apararaq, burada qalar 6, burada da qalar 5. 6x bərabərdir 110 çıxaq 5x. 11x bərabərdir 110-a, x-imiz də bərabərdir var 10-a. Növbəti suala baxaq. Buradan görərik ki, x tənbələndə əvvəlcə bu tərəf tapaq, AC tərəfini tapaq. Yenə bunun buna nisbəti qaydasından 6-nı bölərikcə bura bir y deyək. Y-i bölərik 4-ə. Y-imiz də bərabər olar 8-ə. Tənbələnin də düsturu x-in kvadratı bərabərdir. Bunun buna hasili, yəni 6 vuraq 8 çıxaq 3-ün 4 hasili 3 vuraq 4. X-in kvadratı bərabərdir 48 çıxaq 12. X kvadratı bərabərdir 36-ya. X-imiz də bərabər olar 6-ya. Baxaq növbəti suala. Biz buradan görürük ki, J ağırlıq mərkəzi verilibdir. Buna görə bilirik ki, BY və AD mediandır. Biz də bilirik ki, median 2-nin 1-ə nisbətində bölünür. Baxın, burada 4 kiçik tərəfdə verilibdir, x isə böyük tərəfdə verilibdir. Yəni, x-imiz onda bərabər olur 8-ə. 10 böyük tərəfdə verilib, y kiçik tərəfdə verilib. Y-imiz bərabər olur 5-ə. Medianda tərəfi yarıya bölür. Bura 5-dirsə, burada 5 olur. Z-imiz də bərabər olar 5-ə. 5 üstə gələk 8. Bu da eləyər 18. Baxaq növbəti suala. Burada artıq görürük ki, bu mediandır. Medianda da demişik ki, 2-nin 1-ə nisbətən də bölünür. Yəni, bura 5-dirsə, bura 10-dur. X-imiz 10-a bərabərdir. Bura 3-dürsə, bura 6-dır. Y-imiz bərabər olur 6-ya. Bura 10-dursa, bura da 10-dur. Çünki median tərəfi yarıya bölür. Toplayaraq 10 üstə gələk 6 üstə gələk 10 bərabər eləyər 26. Növbəti suala baxaq. Buradan baxıb görərik ki, hər tərəf mediandır. Buradan da bir dənə median çəksək, 6 dənə 3 bucaq alınır. Biz demişdik ki, 3 bucaqlarının sahəsi bir-birinə bərabərdir. Yəni, SABC bərabərdir. 6 vuraq 10, o da bərabər olar 60-a. Növbəti suala baxaq. Düsturumuza əsasən yazaraq. X-in kvadratı bərabərdir 4-ün kvadratı vuraq 3, üstə gələk 6-nın kvadratı vuraq 2, bölək 3 üstə gələk 2, çıxaq 3 vuraq 2. O da bərabərdir. 4-ün kvadratı 16, 16-yı vuraq 3-ə 48, üstə gələk 36-nı vuraq 2, 72, bölək 5. Burada da eləyər 6, ortaq məxrəcə gətirsək, çıxaq 30, o da bərabərdir 90, 90-ı da bölək 5-ə eləyər 18. X-imiz də bərabərdir kök altı 18, o da bərabərdir 3 kökdə 2. Növbəti suala baxaq. Yenə düsturumuza əsasən yazaraq. X-in kvadratı bərabərdir 3-ün kvadratı vuraq 2-yə, üstə gələk 6-nın kvadratı vuraq 4-ə, bölək 4 üstə gəl 2, çıxaq 4 vuraq 2. 9-u vurarıq 2, 18, üstə gələk 36-nı vurarıq 4-ə, 144, bölək 6, ortaq məxrəcə gətirsək, bura eləyər 8, çıxaq 48. 6-da 114, o da bərabər eləyər 19-a. X də bərabərdir kök altı 19-a.